şəraiti ilə bağlı gecikmə ilə təyyarə yola düşsə də Naxçıvana çatırıq və qohumum məni qarşılayır. Bu gözəl mənzərəni seyr edərək yola düşürük. Naxçıvanda ən çox sevdiyim şey maşında yol gedərkən bir-birindən gözəl dağları izləməkdir. Çatar-çatmaz mütləq ilk etdiyim şey o samovar çayını içmək olmalıdır. Ən çox sevdiyim ikinci şey isə gün batımında bu gözəl mənzərəni izləməkdir. Balkondan mənzərəni seyr edirəm. Növbəti gün mütləq xalamın bağından meyvə oğurluğu eləməlisən. Burada xalam məni çağırır ki, haradasan, nə edirsən və həmin sırada da gilanar axtarıram ki, yeyim. Növbəti günlər yenə uzun müddətli görmədiyim qohumlarımı görməyə gedirəm. Buradan da bəlli olur ki, mən qohumlarımı necə çox istəyirəm. Düzdür, bu videoda biraz çətin yolla getdiyim üçün evlərə baxa-baxa gedirdim ki, qaçırmayım. Gülləri çox sevən biri olaraq harda gül görsəm çəkirəm. Sonra dağların gözəl göründüyü yerlərə gedib onların da şəkillərini və videolarını çəkirəm. Bakıda meyvə yeməyən o uşaq ağacda nə tapsa yeyir, eləcə də ərikləri. Burada isə təsadüfən əriyin qurudulması prosesinə şahid oluram və onları da çəkmək istədim. Həqiqətən də çox əziyyətlə hazırlayırlar. Hər birini sərgəli şəkildə yığıb qurudurlar. Həqiqətən də o qənaətə bir daha gəlirəm ki, bu qədər əziyyətə baxmayaraq kilosu mənə görə çox ucuz satılır. Çox əziyyətli bir işdir. Çox dadlı və həddindən çox faydalı olduğu üçün də tez-tez tanışlarımız Bakıdan sifariş edir ki, bizə quru ərik gətirin, biz də göndəririk. Videonun ardı olacaq.